Bugün Dünya Azərbaycanlıları Kongresi deməli Bakıda İran səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar etiraz ediblər ki, deməli İran Azərbaycanında Urmiya gölü qurumaq təhlükəsi ilə üz-üzədir. Ona görə də onlar bununla bağlı İran hökumətinə etirazlarını bildiriblər. İndi etiraz nümayişində iştirak edənlərdən biri, etiraz aksiyasında iştirak edənlərdən biri Əjdər Tağızadə studiyamızdadır. Dünya Azərbaycanlıları Kongresi Daimi Şurasının sədri. Əjdər müəllim, xoş gəlmisiniz. Təşəkkür ederim xanım. Buyurun, Urmiya gölünün hansı problemləri var? Bu məsələ çoxdandır müzakirə olunur, amma hər halda yenidə deyil. Demək ki, deyə bilərəm ki, Türk dünyası buna oxşar iki hadisə ilə, faciə ilə qarşı-qarşıyadır. Biri bilirsiniz ki, indi Aral gölü qurumaqdadır və nə böyük faciələr yaradır. Urmiya gölü də tarixən Azərbaycan türklərinin və Türk dünyasının tarixi abidəsi kimi bir şeydir. Yəni, böyük mədəniyyətlər, bugünkü mədəniyyətlər ortaya çıxmadan Urmiya gölünün kənarında türklər hər zaman yaşayıb, yaradıb və olublar. Bizim tarixi məvamızdır. İndi göllər quruyur. Yəni, ona axan çayların, Səhənd dağından gələn çaylar, Türkiyədən gələn çaylar, çayların çoxunu caydırıblar və orada demək ki, o su da çəkilməsi, sular ki, çəkilir ondan həddindən artıqdır. Yəni, birbaşa burada Tehran rejimi məsuliyyət daşıyır ki, bu göl qurumasın. Yəni, dünyada çox belə hadisələr baş verə bilər və verir də. Amma dövlətlər demək ki, onun qarşısını alır və bir tədbir görür ki, göl qurumasın. Urmiya gölünün quruması, onda yaşayan quşların və ha belə onun ətrafında yaşayan insanların yaşam qaydalarını pozur və onları oradan demək ki, məcburən köçürülməyə məcbur edir. Ona görə də bu böyük bir faciədir ekolojiyə və bölgəyə və Azərbaycana, Azərbaycanın güneyinə yenə təkrarlayım, bizim bu tarixi gördü. Minillərlə demək ki, Türklər burada yaşayıblar, Azərbaycanlılar yaşayıb və dövlət yaradıblar və də burada demək ki, öz həyatlarını qururlar. İndi bu göl qurumaq ərəfəsindədir və bu da belədir ki, Tehran rejimi hər zaman bizim demək tarixi abidələrimizə əl atırlar, yeraltı qaynaqlarımızı satırlar, paylayırlar, dağıdırlar. İnsanlarımızın milli hüquqlarını, insan hüquqlarını bütün pozurlar. İndi demək ki, bizim demək ki, göllərimiz də təhlükə ilə qarşı-qarşıyadır və ona görə də bu günləri bilirsiniz ki, milyondan artıq insan Urmiya gölünə gedir simvolik olaraq, ora nə deyərsə, iskan su töksünlər ki və dünyaya göstərsinlər ki, bu göl quruyur. Əlbəttə, Tehran rejimi təşəbbüslə, çünki məsuliyyəti o daşıyır, təşəbbüslə çıxış edə bilər və bunu demək ki, BMT-də və məsul yerlərə dünyada yetirə bilər və bu gölün qurumasının qarşısını ala bilərlər. Buna imkanat var və orada Tehran rejiminin var dövləti də var, əlaqələri də var və orada şərait yaratmağa imkanları var. Quruma indi hansı səviyyədədir? Gölün quruması çox belə təhlükəli şəkildə qabağa gedir və hətta demək ki, illər, az, yaxın illərdə göl qurumaq təhlükəsi ilə qarşı-qarşıyadır və onu da siz bilirsiniz ki, mühacir quşların böyük bir bölümü qışda Urmiya gölünün ətrafına tökürlər və orada olan bu gəmi demək ki, işləyən gəmilər Şərəfxanada və başqa yerlərdə onlar da aradan getməkdədirlər və bir də bir məsələ vardı ki, gölün öz ortasından bunlar çalışırlar ki, bir yol salsınlar. Bu yolun salmasına görə də çalışırlar ki, bu yolu salırlarkən o gölün demək ki, suyunun demək ki, imkanlarını azalsınlar, orada olan su azalsın. Yəni, öz başına bir şeyləri orada edirlər ki, bu gölün varlığından təhlükə yaradır. Aha, o yol nə məqsədləndir? Yəni dövlət məqsədləndir? Dövlət məqsədləndir. Gölün ortasından birbaşa yol salırlar ki və bu da bilirsən bir dənə gölün, o boyda gölün, yəni o formada gölün ki ona axan sular və bilirsiniz duzlu göldür. Dünyanın ən böyük duzlu gölü Urmiya gölüdür. Və o cür bir yol salınması bunun demək ki suyunun azaltmasına gətirib çıxardır və bu göldə onun ortadan demək ki bunun o bir-birinə qatışmasının qarşısını alır. Hətta belədir ki gölün bir tərəfi biraz şirinləşsə də yine də onu təhlükəlidir. Yəni, özünün bir naturası var ki, o formada qalmalıdır. Aha, bəs İran hökumətinin izahı nədir? Yəni, biz prodüserımızla çalışdıq, İran səfirliylə, Bakıdakı səfirliylə mövqe alaq, amma dedilər, Novruz bayramının 13-cü gün olduğuna görə səfirlik işləmir, ona görə heç bir münasibət bildirə bilmədi. Sizə nə dedilər bu aksiyada? Bəlkə səfir cənabları gedibdir gül çiçəyə ip bağlamağa, onlar gedərlər İran adlanan yerdə, bu ənəniyə çevrilir ki, 13-cü gündə hamısı gedərlər şənlik günüdür və yaxud nəhs günüdür 13-cü gün, hamı gedir İran adlanan yerdə, Azərbaycanın günündə, Azərbaycandadır. Amma millətimiz bu günü
bilərək seçib və bu da sivil mübarizənin, mədəni mübarizənin bir yorudur. Yəni Azərbaycan türkləri naturasını da qoruyur, insanlarını da qoruyur, tarixini də qoruyur. Odur bu günü millətimiz bilərək seçibdir. Yəni necə ki Babək qalasına millətimiz qalxırdı, o günü anırdı. Bu günlərdə indi demək ki bu gölün qorunmasını öz nəzarətinə alıbdır. Millətin hamısı ora gedir. Qabaqçı illərdə millət gedərdi bağlara, dağlara. Ancaq səfiri tam bilir ki, bu məsələ ilə ilgili millətimiz bilərək ora gedir və bilirsiniz ki, neçə gündür ki, Tehran rejiminin ittilatı çalışır ki, yanlış informasiya yayır ki, ay getməyin gölə tərəf, ay oradan belədir yolları bağlayıb və İnqilab Qvardiyası keşikçiləri yollarda çəkirlər və bu həftə içi orada tanınmış şəxsiyyətləri çağırırlar, tutuqlayırlar və çətinlik yaradırlar və burada bir çətinlik yok. Bu günlərdə biz səfirliyə gedəndə əlimizdə su aparmışdıq və burada bir belə ilginç məsələ ortaya çıxır. Səfirlikdə sudan qorxurlar. Sən sudan niyə qoyadın? Mən orada suyu özümdə içdim dedim. Burada bir qorxu yoxdur. Bu suyu biz veririk ki, dünyanın hər yanında belədir. Baxırsınız Avropada, Amerikada belənsi bir aksiyalar olur, çox mədəni şəkildə qərənfil qoyarlar, qərənfil ya su ya bir şey ki, hətta biz burada demək ki, öz naturamızı və onun ekoloji o varlığını qorumaqdır. Səfirlikdən çıxan demək ki, yüzdən raq diplomat şəxs, görürsünüz, baxın o çəkilişlərə, insanlara cumhur bizim gənciləri vurmağa çalışır və təhqir edir. Ora verilən kağız bəyanatı da cırır. Əgər biz yalan deyirsə, sən niyə qorxursan? Al bəyanatı, soruş və bizim demək ki, buraya. Azərbaycan Cumhuriyyəti müstəqil olubdur və onun demək ki, media var burada, azad media. Sən də ona demək ki, cavab vermək zorundasan. Bilmirsən əgər sənin ölkəndə nə keçir, zəngə soruş və mediaya cavab ver. Və bu da Azərbaycan türklərinin əgər güneydə başına bunlar gəlirsə, Tehran rejimi və onun demək ki, bu siyasi korpusları və onun demək ki, tanınmış adamları, aparıcı adamları bilməlidirlər ki, orada nədir və burada cavab verməlidirlər. Yəni indiyə qədər Tehran hökumətinin nə olub sizə cavabı? Tehran rejimi bu məsələdə, yəni baxın görün ki, başqa yerlərdə də demək bizim, bayaq mən söylədim, tarixi abidələrimizin adını dəyişdirir, tarixi abidələrin demək ki, o tapıntıları adını dəyişdirir və çevirir, gizlədirlər, oğurlayırlar və bu göl məsələsində də indiyənək Tehran rejimi o yol məsələsini oradan davam etdirir. Siz bilirsiniz, hətta belə İsfahan şəhərini, siz bilirsiniz, İsfahan şəhəri Fars şəhəri deyil. Türk şəhəridir, Səfəvilər padişahı bu şəhəri düzəldiblər. Orada indi 33 gözlü körpü vardı. Onun altından gətirib körpünün altından demək ki, orada metro istəyi çəkər bir sözünü. Və körpünün sütunları yerindən laxlayır. Bu Türk abidəsidir. Yəni Tehran rejimi istədiyini görür, ağıllarına nə gəlir eləyirlər. Azərbaycanda əgər doğrudan da Azərbaycanda yaşayan insanların xeyrinə olsaydı bu gölün ortasından körpü çəkilməsi, yol çəkilməsi, onda millət etiraz etməzdi. Bəllidir ki, rejimin burada xoş niyyəti yoxdur. Siz baxın xanım, Təbrizin özündə Ərk qalasını bunlar vurdular, söhtülər, yerindən yeksan etdilər o boyda tarixi abidəni və orada cəmaat etiraz edəndə illər boyu cəmaatı demək ki, təzyiqlərə məruz qoydular. Bəs İran səfirliyini, yəni belə başa düşdüm, siz deyirsiniz, İran hökuməti əsasən yolun çəkilməsi. Təzə yolun çəkilməsi deyir, məsuliyyət daşıyır. Rejim məsuliyyətidir. Səbəb kimi onu göstərir? Səbəb deyir, ora demək ki, axan çayları caydıranda, siz bir dənə çay da orada caydırılsa, ayrı yerə yönləndirilsə, onda demək ki, bu gölün, bilirsiniz, axan sular ora azdır və bəlinir ki, əgər bir dənə o boyda gölə dayanır, duzlu göldür, su ora gəlməlidir, özündən özür qaynayıb su çıxmır. Bəzi göllər var ki, orada su qaynaq, yeraltı qaynaqlar var. Bura axan sular bunu demək ki, normallaşdırır. Və bir də var ki, suarılan demək ki, ondan caydırılan çaylar ki, başqa yerlərə yönəldirir, o sular hədərə gedir, dövlət təfkirimi gətirib demək ki, baraj vurur, sədd vurur. Səddi vuranda, o səddə su yığılanda, desən ki, sən bu səddi vuranda fikirləşirdi ki, o yerdə vururdun ki, bu gölə, mən yine sizə söyləyirəm, Urumiya gölü Türkün abidə, tarixi abidəsidir və yaşam qaynağıdır. Həm insanların, həm demək ki, orada gələn quşların, ora gələn demək ki, başqa heyvanların da yuvasıdır ora. Sən bunu dağıtmağından fikrin nədir? Nə qəsd edirsən? Sən apar o demək ki, başqa yerlərdə bənd vur, baraj vur, sədd vur, o başqa söz. Ancaq bu səddə niyə? Ya misal üçün sən gəlirdin Tehranda bir meydan düzəldəsən, gərək elə Ərk qalasını sökürdün, gərək demək ki, tarixi yerləri sökəsən bir şey yaradasan. Bu günləri Avropada, dünyanın hər bir yerində demək ki, tarixi, gedin siz baxın, Sen çayına baxın və yaxud Rayn çayına baxın və Donaya görün, çayları necə qoruyurlar, zibillərin çəkirlər, onlar gözləyirlər. Sən gəlirsən ki, bu Urumiya gölünü ki, dünyada hamı bilir ki, ən böyük duzlu göl və onda demək ki, neçə yüzlərcə quş növləri və orada demək ki, onun özündə bilirsiniz, tarixən orada demək şərafxanada və başqa bizim orada liman
limanlar vardı, orada demək ki, adalar var, kiçik adalar vardı və nə gözəlliklər var. Sən bunu aradan aparırsan nəyə görə? Yaxşı, bəs siz beynəlxalq təşkilatlara müraciət eləməmisiniz? Əlbəttə, elə bu aksiyalar, yəni bu cür ki, indiyə kimi yazılır, hər yana beynəlxalq təşkilatlara müraciət olur. Dünya Azərbaycanlılar Kongresi olaraq biz də buna etirazımızı da bildirmişik və Sayın Sabir bəy Rüstəmxanlı, Firidun bəy Pərvizniya biz demək ki, Avropada olanda da yine də biz Kanadada olacağıq, UNESCO'da olacağıq, bu məsələni qaldıracağıq. Bu təkcə biz bugün burada qaldırmamışıq. Məncə ayın 9'unda İsveç parlamentində da olacağıq. Biz orada da məsələni qaldıracağıq. Yəni Dünya Azərbaycanlılar Kongresi olaraq bu bizim işimizin biridir. Yəni həm insanlarımızı, onların haqlarını, həm naturamızı, topraklarımızı biz qorumalıyıq. Bunlar yanlış addım atırlar. Biz də onu qaldırmalıyıq dünyada. Bunu da edəcəyik. Və bir şey də var. Kiçik aksiyalar və kiçik etirazları biz bildiririk. Amma bu günləri Azərbaycanın güneyində insanlarımız özü ayağa qalxıblar. Və mən elə sizə indi deyirəm, bu sizinlə danışanda mən bilirəm, siz gəlməmişdən bura, mən Urumiyə ilə, Maçı ilə, Təbriz ilə sübdən danışıram. Ərdəbildən, Miyanadan, Tehranın özündən bizim tələbələr, öğrencilər hamısı gediblər ora. Yəni insanlar hamısı gedir ora. Və mən bu günləri ən az ora 1 milyon insan ora gedib. Görəcəksiniz. İndi axşam şəkillər də gələr, mediada da çıxacaq. Yəni insanlarımız bunu dünyaya çıxardırlar və dünya da görməlidir ki, bu rejim o bəd əməllərindən sonra insanlara da və naturaya da, təbiətə də rəhm etmir.